Şirkətin işçilərindən Hacı Vüsal, Hacı Rasim qardaş, Seyid Kəmran, Ədalət qardaş. Bunlara da, bəli, bunlara da Allah uzun ömür, can sağlığı versin. Allah onları bu işdə həmişə yol göstərən olubdur. Bu qədər zəhmət çəkiblər, onlar əziyyət çəkirlər. Allah onların əziyyət çəkdiyi zəhməti dəyərləndirsin, onların həmişə yüksək qiymətləndirsin. Sahib qardaşımız da buradadır, bizim imanlı qardaşımız. Değerli kardeşimiz. Allah can sağlığı versin, Vüsal qardaşımıza, Rasim qardaşımıza. Çox sağ olun. Neçə gün kələ bizim əziyyətimizi çəkirsiniz. Allah sizdən razı olsun. Cümlemizden inşallah. Gözəl ziyarətimiz gedir. Yəni bu Allah candan sağ olsun Vüsal qardaşımızla, Rasim qardaşı xidmətimizdədirlər. Necə lazımdır? Yeri yerində bizə ziyarətləri başa salırlar ki, bu formada, bu cürünə, yəni hamısını tam şəkildə ziyarətləri bizə ələtdirirlər. Allah razı olsun, çox razıyam. Allah can sağlığı olsun. Amin inşallah. Həmişələr belə necə deyərlər, imam yolunda xidmətdə olsun. Amin inşallah. Əziyyətimizi Bizim Abış qardaşımız. Ben de Özal'ından Sahip kardeşin dediklerine koşularak Allah Vüsal kardeşimize, Rasim kardeşimize razı olsun. Bizi Ehl-i Beyt kapısına getirdi. Allah ondan razı olsun. Allah ziyaretlerimizi kabul dereceye satılsın inşallah. Amin inşallah. Ümumimiz, Ağsaqqalımız. Buyur əmi. Hamısının ziyarətini Allah qəbul eləsin. Bütün əl işləyələrini Allah buranı qismət eləsin. Allah köməyiniz olsun.